Salam, coğrafiya müəllimi Arzu Əhmədova. Dünyanın ayrı-ayrı şəhərlərində cari vaxtı göstərən müxtəlif internet saytları ilə yəqin ki, tanışsınız. Bu internet saytlarında müxtəlif regionlardan olan şəhərlərin yerli vaxt göstərişlərinin fərqli olması yəqin ki, diqqətinizi çəkmişdir. Məsələn, Tokyo şəhərində saat 15:17-dirsə, bu vaxt Parisdə 07:17 olacaqdır. Bu maraqlı faktın səbəbini gəlin aydınlaşdıraq. Yerin öz oxu ətrafında hərəkətini öyrəndiyimizdə qeyd etmişdik ki, yer kürə formasında olduğu üçün günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Odur ki, günəşə doğru çevrilmiş hissədə gündüz, digər tərəfdə gecə olur və yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl surətdə davam edərək gecə ilə gündüzü əmələ gətirir. Yer kürəsi öz oxu ətrafında hərəkətini 23 saat 56 dəqiqə 4 saniyəyə başa vurur. Yerin öz xəyali oxu ətrafında belə tam fırlanma müddətinə 1 sutka deyilir. Yerin öz oxu ətrafında fırlanma hərəkətinin çox böyük əhəmiyyəti var. Belə ki, bu hərəkət nəticəsində gecə-gündüz növbələşir və vaxt vahidi yaranır. Bu isə yer səthində işıq, isti və soyuğun dəyişməsinə, süxurların aşınmasına, atmosfer sirkulyasiyasına, bütün canlıların və o cümlədən insanların həyatlarına təsir göstərir. Digər tərəfdən, yeri saat qurşaqlarına ayırmağa, vaxtı hesablamağa imkan verir. Yer kürəsi öz xəyali oxu ətrafında qərbdən şərqə doğru meridianlar üzrə işıqlandırılır. Bu zaman hər bir meridian xətti üzərində yerləşən məntəqələri günəş eyni vaxtda işıqlandırır. Yerin coğrafi enliyindən asılı olmayaraq, coğrafi uzunluqları eyni olan obyektlərdə vaxt fərqlənmir. Bu yerli vaxt adlanır. Yer kürəsində həddən artıq yerli vaxtın olması insanların həyatında çox çətinliklər yaratmasına görə şərti olaraq qurşaq vaxtından istifadə olunur. Yer kürəsi öz xəyali oxu ətrafında tam dövrəni 360 dərəcəni 24 saata başa vurur. 1 saata 15 dərəcə, 4 dəqiqəyə 1 dərəcə dönür. Odur ki, yer kürəsində şərti olaraq qərbdən şərqə doğru meridianlar boyu hər biri 15 dərəcə olmaqla 24 zolaq ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindəki meridiana əsasən hesablanır və qurşağın daxilində olan bütün məntəqələrə aid edilir. Bu qurşaq vaxtı adlanır. Şərqdə yerləşən qonşu qurşaqda vaxt fərqi 1 saat irəli, qərbdəkində isə 1 saat geri olur. Beynəlxalq sazişə görə 1924-cü ildə Qrinviç rəsədxanasından keçən meridian, başlanğıc meridianı saat qurşaqlarının hesablanması üçün də başlanğıc qəbul edilmişdir. Ortasından Qrinviç meridianı keçən saat qurşağı 0-cı və ya 24-cü qurşaq kimi qəbul edilmişdir. 15 dərəcəlik qurşağın yarısı şərq, 7 dərəcə 30 dəqiqə şərq uzunluğu və yarısı qərb, 7 dərəcə 30 dəqiqə qərb uzunluğu yarımkürəsində yerləşir. Şərqə doğru 15 dərəcə gəlməklə növbəti qurşaq tapılır. Yer kürəsində hər hansı məntəqənin və ya şəhərin yerləşdiyi saat qurşağını bilməklə qonşu saat qurşağında yerli vaxtı müəyyən etmək olar. Yer kürəsinin quru sahəsində saat qurşaqlarının sərhədləri düz xətt üzrə deyil, inzibati sərhədlər boyunca çəkilmişdir. Bu, ölkə daxilində vaxtın vahidliyinə nail olmaq insanların həyatında, fəaliyyətində uyğunsuzluğa yol verməmək üçün edilmişdir. Bəzi ölkələrdə gündüz işığından iş günü ərzində daha səmərəli istifadə etmək, eyni zamanda elektrik enerjisinə qənaət etmək məqsədi ilə yay və qış vaxtlarına keçmək üçün saatın əqrəbi qurşaq vaxtından 1 saat irəli, yaxud 1 saat geri çəkilməsi haqqında dövlət tərəfindən sərəncam verilir ki, bu da dekret vaxtı adlanır. Beynəlxalq razılaşmaya görə yeni sutkanın başlaması 180 dərəcəlik meridiandan hesablanır. Bu meridian təqvim vaxtının beynəlxalq dəyişmə xətti adlanır. Gəlin saat qurşaqları ilə bağlı bəzi məsələlərin həllinə nəzər salaq. A, B və C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını təyin edin. Həlli. Saat qurşaqlarının hesablanması ilə bağlı məsələlərdə coğrafi enlik nəzərə alınmır. Məntəqənin yerləşdiyi coğrafi uzunluq 15 dərəcəyə bölünür. Əgər qalıq 7,5 dərəcədən kiçikdirsə, o nəzərə alınmır və tapılan qismət məntəqənin yerləşdiyi saat qurşağını göstərir. Qalıq 7,5 dərəcədən böyük olarsa, qismətin üzərinə 1 gəlməklə saat qurşağı tapılır. Ümumi qaydaya əsasən A məntəqəsinin yerləşdiyi saat qurşağını təyin edək. 71
7 dərəcə bölünsün 15 dərəcə bərabərdir 5, qalıq 2. Lakin nəzərə alaq ki, bu məntəqə qərb yarımkürəsindədir. Qrinviç meridianından qərbə doğru saat qurşaqlarının sıra nömrəsi 24-dən başlayaraq azalır. Odur ki, A məntəqəsi hesabladığımız kimi 5-ci saat qurşağı deyil, 24 çıxılsın 5 bərabərdir 19-cu saat qurşağındadır. B məntəqəsi müvafiq olaraq 6-cı 85 bölünsün 15 bərabərdir 5, qalıq 10. C məntəqəsi 10-cu 155 bölünsün 15 bərabərdir 10, qalıq 5 dərəcə saat qurşaqlarındadır. A məntəqəsi 3-cü saat qurşağının orta meridianından 5 dərəcə şərqdə yerləşir. O hansı coğrafi uzunluqdadır? Həlli. 3-cü saat qurşağının orta meridianı 3 vurulsun 15 dərəcə bərabərdir 45 dərəcə şərq uzunluğudur. A məntəqəsi isə 45 dərəcə üstəgəl 5 dərəcə bərabərdir 50 dərəcə şərq uzunluğundadır. Bakıda 3-cü saat qurşağı saat 12:30-dur. Tokyoda 9-cu saat qurşağı saat neçədir? Həlli. Saat qurşaqları arasında vaxt fərqi onların sıra nömrələri arasında fərqə uyğundur. Yəni 3-cü və 9-cu saat qurşaqları arasındakı vaxt fərqi 9 çıxılsın 3 bərabərdir 6 saatdır. Vaxtın hesablanması şərqə doğru artımla, qərbə doğru azalma ilə aparılır. 9-cu saat qurşağı vaxtı verilən 3-cü saat qurşağına nəzərən şərqdə yerləşdiyindən orada saat 12:30 üstəgəl 6 bərabərdir 18:30-dur. Beləliklə, bugünkü dərsimizdə biz saat qurşaqları və qurşaq vaxtından danışdıq. Diqqətinizə görə minnətdaram. Növbəti dərsimizdə görüşənədək.